Gürcüstanda oğru aləminə qarşı geniş əməliyyat keçirilib. Kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb. Xüsusi əməliyyat zamanı polis əməkdaşı yaralanıb. Sosial mediada yayılan məlumatlara görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandr Daraqvelidze məlumat verib. Bildirilib ki, 5 cinayət işi üzrə aparılan geniş miqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı cinayətkarlar aləminə üzv olmaq, kriminal aləmin fəaliyyətinə dəstək vermək və cinayətkar aləmin üzvünə müraciət etmək ittihamları irəli sürülüb. Onlardan bir neçəsinə qiyabi ittiham elan olunub. Əməliyyat zamanı Laqodeksi bələdiyyəsinin Qabal kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev polisə silahlı müqavimət göstərib. O, xüsusi təyinatlılara atəş açıb. Nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi açıb və Mirzə Əliyev öldürülüb. Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir qanuni oğrularla əlaqə saxlayır. Onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda cinayətkar qruplaşma üzvləri tərəfindən oğru söhbətləri təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib. Məlumata görə əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən kompüter və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb. İş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır. Daxili İşlər Nazirliyi rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən David Çubinidze həbs olunub. David Mikadze barəsində isə qiyabi ittiham veriləcək. Faktlarla bağlı istintaq davam etdirilir, saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.